Park paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üst tutduğu məkanlardan biridir. Bulvar ərazisində diqqətimizi çəkən əsas məqamlardan biri isə öz rəngarəngliyi ilə seçilən müxtəlif güllərin əkilməsidir. Bəs bu güllərin yetişdirmə prosesi necə həyata keçirilir? Elə bunu öyrənəcəyik. Bulvar ərazisində əkilən hər çiçək əvvəlcə xüsusi istixanalarda yetişdirilir. Toxumun cücərməsindən başlayaraq bitkinin əkinə hazır vəziyyətə gətirilməsi fərqli mərhələlərlə həyata keçirilir. Dənizkənarı bulvar ərazisində əkilən güllər məhz belə istixanalarda yetişdirmə mərhələsi keçir. Hazırda olduğumuz mərhələ birinci mərhələ hesab olunur. Burada toxumlar səpilir və ştilləmə mərhələsi isə növbəti mərhələ hesab olunur. Hər bitki üçün uyğun temperatur, rütubət və suvarma rejimi müəyyən edilir. Prosesin ikinci mərhələsi ştilləmə mərhələsidir. Bitki burada müəyyən inkişaf dövrü keçdikdən sonra çiçəkləmə mərhələsində olur və çiçəkləmə mərhələsində isə artıq dənizkənarı bulvara aparılaraq əkin prosesi həyata keçirilir. Sonuncu mərhələdə güllər istixana prosesindən sonra belə xüsusi qablara yerləşdirilir və daşıma zamanı onların zədələnməməsi xüsusilə diqqətdə saxlanılır və xüsusi ayrılmış maşınlar vasitəsilə bulvar ərazisinə aparılır. Toxumdan əvvəl bu qaydada biz bunu kök vasitəsilə artırmışıq, toxumla artırmamışıq. Çilik vurulub, qablara bu formada böyüyür. Böyüyəndən sonra ilkin olaraq o hündürlüyə çıxandan sonra biz ərazilərə çıxardırıq bunu. Güllər suvarma vaxtı ilkin səhər-səhərlər suvarılır, günün günorta saatı su suvarılmır, bitkiyə ziyan olduğu üçün və axşamüstü və yaxud da axşam tərəfi suvarılır. Artıq ünvana yola düşürük. Bu güllər bir neçə dəqiqə sonra bulvardakı gül kompozisiyalarında öz yerini tutacaq. Proses əvvəlcədən hazırlanan layihə əsasında aparılır. Ərazi yumşaldılır, torpaq yenilənir və hər ting müəyyən məsafə saxlanılmaqla əkilir. Bu, bitkilərin sağlam inkişaf etməsi üçün vacib şərtlərdən biridir. Güllərimiz əraziyə gəlir boşaldılandan sonra. İlkin öncə yer belirlənir, boşalır. Boşalandan sonra əkin prosesi davam edir. İlk öncə yumuşaq yer olduğu üçün biz xəttimizi çəkirik. Orada gördüyünüz kimi bu qaydada çıxır qabdan. Kötüyü də var. Mən də öz gülümü əkdim. Əkilən hər bir gül xüsusi qayğı və diqqət tələb eləyir. Beləcə, aylarla davam edən qulluq və mərhələli hazırlığın nəticəsində Dənizkənarı Milli Park hər mövsüm yenilənən rəngahəngi ilə ziyarətçilərini qarşılayır. Onları qorumaq isə sadəcə bulvar idarəsinin əməkdaşlarının yox, həm də bizim hər birimizin sosial məsuliyyətimizdir. Jalə Gözalova, Sabir Şahvələdov, Teli Səhər.